Salam izləyicilər, bugün sizə yuvarlaqlaşdırmanı izah edəcəm. Yuvarlaqlaşdırmada ilk öncə onu bilməliyik ki, zəif ədədlər hansıdır və güclü ədədlər hansıdır. Bunları bilməyimiz çox vacibdir. Əvvəlcə zəif ədədlərlə başlayaq. Zəif ədəd. Zəif ədədlər 0-dır, 1-dir, 2-dir, 3-dür və 4-dür. Zəif ədədlər bunlardır. Güclü ədədlər isə 5-dir, 6-dır, 7-dir, 8-dir və 9-dur. Bunlar isə güclü ədədlərdir. Yuvarlaqlaşdırmada, məsələn, 198 bizə verilən mərtəbənin altından xətt çəkirik. Məsələn, sualda, tapşırıqda deyir ki, 198 ədədini onluqlara qədər yuvarlaqlaşdır. Bizdə sualda soruşulan mərtəbənin altından xətt çəkirəm. Çəkdim xətt. Onluq. Məsələn, deyir 198-i onluqlara qədər yuvarlaqlaşdır. Əvvəlcə bizdə sualda soruşulan mərtəbənin altından xətt çəkirəm. Məsələn, onluq soruşulur. Çəkdim. Sonra bizim ədədin solu ilə işimiz yoxdur, ancaq sağı ilə işimiz var. Sağında onu bilməliyik ki, bu 8 güclü ədəddir, yoxsa zəif ədəddir. 8 dedik ki, zəif ədədlər 0, 1, 2, 3, 4 ədədidir. Güclü ədədlər isə 5, 6, 7, 8, 9. Gördük, güclü ədədin içərisində 8 var. Deməli, 8 bizi güclü ədəddir və 9-u qaldıra bilər. Amma burada bir iş də var ki, 9-u qaldıranda 9-u qaldırmaq nədir? Yəni, 9-un üstünə 1 gəlinir. Amma güclü ədəd olarsa, zəif ədəd olarsa 0, 1, 2, 3, 4 bu ədədlər olarsa onda qaldıra bilmir. Elə əvvəlki ədədlər 0-a çevrilir, sondakı ədədlər 0-a çevrilir. Amma başdakı ədədlər olduğu kimi qalır. Yəni üstünə bir vahid gəlir, bu olur 10. Axı biz buna elə promoy 10 yaza bilmərik ki. Ona görə bu olur 10, 0 yazırıq. Toplama kimi bunun yanına 0 yazırıq. Bu 8 də 0-a çevrilmişdir də. 0 yazırıq.